Salam, hər vaxtınız xeyir. 5 oktyabr OTK-nın ilk buraxılış sınağının izahına baxaq. A-nın hansı ən kiçik qiymətində ifadəsinin qiyməti natural ədəd olar? Əvvəlcə biz bu ifadəni hesablayaq uşaqlar. Deməli, A vurulsun. Biz bilirdik ki, mötərizənin içindəki ədədlərin sayı qədər 9 yazırdıq. Vergüllə mötərizə arasında ədəd sayı qədər 0. Ədədin özünü yazacağam 13 minus 1. Bölünsün, 1 üstə gəlinsin, digəri isə 9'da 3 olacaq. Bu eləyəcək müəllimə A vurulsun. Uşaqlar, 90'da 12 eləyəcək mənim ədədim. 90'da 12. 1'in üstünə 9'da 3 gəlsən, bu da 1 tam 9'da 3 deməkdir. Yəni 9'da 12 deməkdir bu da. Yazıram 9'da 12. Alt-alta kəsirlərdə bilirik ki, məxrəclər yer dəyişir gənclər. Bu o deməkdir ki, 12'lər ixtisar gedəcək, amma 90 düşəcək məxrəcə, 9 qalxacaq, A-ya vurulacaq. Deməli, müəllimə 90'ı da 9'a bölsəm, A bölünsün 10 olacaq. Deyir, A-nın hansı ən kiçik qiymətində bu natural ədəddir. Deməli, A 10 olmalıdır ki, onu 10'a bölsəm, mən natural ədəd 1 alım. Ona görə cavab Y variantı. 2 nömrəli sualda deyilir ki, məhsul 40% gəlirlə 560 manata satılıb. Mənim məhsulum 100% idi, 40% gəlirsə 140% eləyəcək. Bu 560 manata satılıb. 20% ziyanla deyir, neçə manata satılar? 20% ziyanla o deməkdir ki, yəni 100% idi, 20%imiz ziyana gedib 80% soruşur. Buradan X yazaram. X da bərabər eləyəcək 560 vur 80 bölünsün 140. Sıfırlar gedəcək. Bunlar da neçə ixtisar gedəcək? 56'nı 14'ə bölsəm 4, 32, 320 option. Cavab eləyəcək A variantı. 33 nömrəli sual, həndəsə məsələsi. ABC üçbucağında BY tənböləndir. Tənbölən isə alfa-alfa qoyuruq və BD-ni sənə 4 verib. Və Y medianların kəsişmə nöqtəsidir gənclər. Y medianların kəsişmə nöqtəsidirsə, medianlar 2-1 nisbətində bölünür. Yəni, bura 2x-dırsa, bura x qoyaram. AB parçasının uzunluğunu soruşur. Burada bir dənə T qoyaram. Bax, bu üçbucağa fikir versəz, tənbələnin xassəsini tətbiq eləsəm mən buna, T bölünsün 2x bərabərdir 4 bölünsün x şəklində yaza bilərəm. X-lar ixtisar gedər. 2'ni 4'ə vurub 8 yazaram. Sadə elementar bir sualdır. Yəni biz bunun daha çətin variantlarını demək olar ki, dərsdə istifadə eləmişik. Yaxşı, 34 nömrəli suala baxaq. Eyni məntəqədən eyni anda hərəkətə başlayan 2 avtobusdan birincisi 36 dəqiqədən 1, ikincisi 40 dəqiqədən 1 çıxıb məntəqədə olur. Ən azı neçə dəqiqədən sonra deyirsə, ən azı əkobun açar sözü idi uşaqlar. Əkobun açar sözləri 36'ya və 40'a hər ikisinə bölünən ədədi seçməliyik. Bunların da hər ikisinə bölünən ədədi tapmaq üçün nə edərəm? 36 və 40 belə yazım, sonra keçim. Əkob. 36 və 40 hər ikisi nəyə bölünür? 4'ə bölünür. Buradan 4'ü mötərizə xaricinə çıxartsam, əkob. 36'ını 4'ə bölərəm 9, 40'ı 4'ə bölərəm 10 eləyər. 9 və 10 qarşılıqlı sadə ədədlər olduğuna görə bunların əkobu hasilinə bərabər olar. 4'ü də vuraram buna. Cavab eləyəcək 360 variantı, A variantı. Gələk 35 nömrəli suala. Çarpaz vurub həll eləyərəm. Məsələ həll olunar. X üstə gəlinsin 3y-ı 1'ə vuraram. Öz eləyər. 2'nin 4'ü x-a vuraram. 8x eləyər. Buradan 3y bərabərdir. 8x-dan x-i çıxaram. 7x eləyər. Y-ımız öz qarşısındakı 7k-dır. X-imiz öz qarşısındakı 3k-dır. Gətirib burada yerinə qoyaram. X-in yerinə 3k üstə gəlinsin 7k. X-in yerində 3k yazaram. Y-ın yerində 7k. 10k bölünsün mənfi 4k eləyəcək. K-lar gedəcək. 2'yə də ixtisar gedəcək. 5 bölünsün mənfi 2 qalacaq. Cavab D variantı. 36 nömrəli sual. Düzbucaqlı üçbucağın iti bucaqlarından biri. Bunu şagirdlər üçün veriblər ki, ən azından bir dənə düzləri olsun zəif şagirdlər üçün. İti bucaqlarının cəmi 90 dərəcədir. 90'dan 32'ni çıxaram. 90 çıxılsın 32. 90'dan 32 çıxana neçə eləyir? 58 dərəcə eləyəcək variant. C variantı. Gəlin növbəti suala. Növbəti sualda nə deyilir? 8 ədədin ədədi ortası 18'ə bərabərdir. Bu ədədlər arasından ədədi ortası 13 olan 3 ədədi çıxdıqda. İndi fikir verin. 8 dənə ədədin uşaqlar ədədi ortası sənə veribsə ki 18'dir. Onda bütün bu ədədlərin cəmini bir dənə x deyək. Onları bölərəm bu 8'dən 8'ə. Bərabərdə 18 verib. Onda müəllimə bu ədədlərin cəmi bərabərdə 18'i vuraram 8'ə. O da eləyəcək 144. Sonra deyir ki, bu ədədlərin arasından ədədi ortası 13 olan 3 dənə ədədi çıxmışam. Onda ədədi ortası 13 olan 3 dənə ədədi çıxmışamsa, bu ədədlərin cəmi də 13'ü 3'ə vurub 39 alaram. Belə deyir. Yerdə qalan ədədlərin cəmindən danışır. Yerdə qalan ədədlərin cəmini də tapsam 144'dən 39'u çıxacağam. O da neçə eləyəcək? 105 variant. B variantı. Gələk növbəti suala, növbəti səhifəyə daha doğrusu.
nə deyir bizə? Kəsişməsi boş olmayan A və B çoxluqları üçün uşaqlar kəsişməsi boş olmayan A və B çoxluqları üçün bu o deməkdir ki, yəni A və B çoxluqları minimum bir qiymətdə kəsişir. NA-nın elementlərini verilib, MB-nin də elementlərini verilib, A və B çoxluğunun maksimum elementlərinin sayını deyir. Kəsişməsi boş olmayan deyir. Maksimum elementlərinin sayından danışır. İndi mən nə edərəm? Əgər bizə kəsişməsi boş çoxluq desəydim, fikir ver. Kəsişmə boş çoxluqsa belə çəkərdim. Çünki A-da 10 dənə element olacaqdı, B-də 8 dənə olacaqdı. Cavab 18 olardı. Amma sənə deyir ki, kəsişməsi boş çoxluq deyil. Yəni bunlar minimum bir elementdə kəsişiblər. Minimum götürək ki, A birləşsin B-ni maksimum tapa bilək. Onda A-nın elementlərinin sayı 10 dənədirsə, bir dənəsini buraya yazmışamsa, bura 9 dənə qalar. B-nin elementlərinin sayı 8 dənədirsə, bir dənəsini buraya yazmışam, 7 dənə olar. Onda bunların birləşməsi 9 üstə gəl 1, 10, 10 üstə 7 gəlsəm, 17 eləyəcək. Cavab C variantı. Gəlin növbəti suala. Bu sual Eynurun səhv elədiyi sual. Nə deyim Eynuru da bilmirəm. Kökdəki minus 5 ədədinə baxıram. Kökdəki minus 5 ümumiyyətlə ədədi biz moduldan çıxardığında uşaqlar bilirik ki, mənfidirsə yerini dəyişib çıxardıram, müsbətsə olduğu kimi. Bu 5-i kökə salsam kökdə 25 eləyər. Kökdəkidən kökdə 25 çıxa bilmərəm. Amma deyə bilərəm ki, mənfidir. Ona görə yerlərini dəyişib çıxardıram. 5 minus kökdəki kimi çıxardıram. Yəni bizdən bir növ 5 minus kökdəkinin tam hissəsini soruşur. Uşaqlar da deyir ki, müəllimə 5 minus kökdəkinin tam hissəsi bundan 1 tam çıxanda 4 tam eləyir. Xeyr. 5-dən 1-i çıxmırsan, 5-dən 1 tam neçənsə çıxırsan. Axı bunun quyruq hissəsi də var. Tutaq ki, 1 tam onda 3-ü çıxırsan. Ona görə bu 3 tam neçəyə isə düşür. 3 tam neçənin isə tam hissəsi təbii ki, cavab D variantı eləyəcək. Ədədlərini müqayisə eləmək lazımdır. Bunları çalışmayın ki, kəsrə çevirəsiz. 3 tam dövrdə 4 o deməkdir ki, 4-lər təkrarlanır. B-də 3 tam dövrdə 13 o deməkdir ki, 13-lər təkrarlanır. C-də 3 tam dövrdə 20 o deməkdir ki, 20-lər təkrarlanır. Hər üçü 3 tamdır, sonra bu 4-dür, bu 1-dir, bu 2-dir. Təbii ki, birinci A böyük olacaq. Qoy buradan yazım. Birinci A böyük olacaq, sonra C böyük olacaq, sonra B böyük olacaq. Variant A variantı. Gəlin növbəti suala. A və B ədədləri üçün olarsa AB cəmini tapmaq lazımdır. Yerinə ədəd qoymaqla uşaqlar. A-ya gətirib 1 versəm, 2 dəfə 1, 2, 13-dən 2-ni çıxaram, 11 eləyər, bölünməz. 1 ödəmir. 2 versəm A-ya. 2 dəfə 2, 4, 13-dən 4-ü çıxaram. 9, 9-u 3-ə bölərəm, 3 eləyər, ödəyir. Bu tipdə suallar yeni topluya salıblar, amma bu bunun sadə variantını salıb. OTK sadə variantını salıb, amma topluda bunun qəliz variantları var idi. 6 kvadrat metr xalça 9 günə toxunur, deyir. 8 kvadrat metr xalça deyir, neçə günə toxunar? Bu da x günə. Deməli, 8-i 9-a vuracağım, eləyəcək 72. 72-ni də böləcəyəm 6-ya, cavab eləyəcək neçə? 12 günə. Qarşılıqlı bucaqlardan biri bu, digəri bu olarsa x tapmaq lazımdır. Biz bilirik ki, qarşılıqlı bucaqlar bir-birlərinə bərabərdir. Yəni 2x üstə gəl 4, bərabərdir 3x minus 16-ya. X-miz bərabər eləyər 20-yə. Bu da, oy, x-miz 20 deyil, bala. Nəyi səhv yazdım? 18-dir, mən bunu yazmışam. X-miz 22 eləyəcək. Mən ədədi səhv götürmüşəm. Deyir, ipin ucundan uzunluğunun 1/4 hissəsi qədər kəsildikdə, bu mənim ipimdir. Fərz elə ki, bunun 1/4-ni kəsmişəm. 1/4 hissəsini kəsəndən sonra deyir, ipin orta nöqtəsi 6 cm yer dəyişib. İpin orta nöqtəsi 6 cm yer dəyişibsə, bu o deməkdir ki, bu orta nöqtə bura düşürsə 6 cm, əvvəlki orta nöqtə 12 cm-lik məsafəyə düşüb. Elə deyil. Onda bizə deyir ki, ipin əvvəlki uzunluğunu tap. Yəni, hansı ədədin 1/4-i 12 eləyib? 12-ni 1-ə bölüb 4-ə vursam, sən demə bizim bütün ipimizin uzunluğu 48 cm-dir. Alt çoxluqların sayı, ixtiyari çoxluğun alt çoxluqlarının sayı 2 üstə n-dir. Elementlərimizin sayı 3 dənədir. 2 üstə 3-ümüz eləyəcək 8. Şəklini çəkək. Gələk növbəti suala. Natural ədəd 4, 5, 6 nisbətində 3 hissəyə bölünüb. Alınan ən böyük ədəd bu ədədin neçə faizidir? Ən böyük ədəd 6x-dır. Bu ədəd bunları toplayaram. 15x eləyər. 6x 15x-in neçə faizidir deyəndə 6-nı bölüb 15-ə vuraram 100-ə. Uşaqları 3-ə ixtisar getsə burada 2 qalar. Burada 5 qalar. Vur 100 eləyər. 100-ü 5-ə bölərəm 20. 20-ni 2-yə vuraram. 40% eləyər. Sonra 1 bölünsün A üstə gəlinsin 1 bölünsün B-ni sənə 5 vermişəm deyir. Addenlə hamısını bölərəm. A-nı A-ya bölərəm 1. Üstə gəlinsin 2 bölünsün A. Çıx 6 B-ni B-yə bölərəm 6. Mənfi 2-ni B-yə bölsəm mənfi 2B. Qarşıdakı mənfiyə görə müsbət 2B. 1-dən 6-nı çıxıb mənfi 5 yazaram. Uşaqlar,
1 böl A ilə 1 böl B-nin cəmi 5-dirsə, məndə 2 böl A ilə 2 böl B var. Yəni bunun hər tərəfini 2-yə bölərəm. Yəni 2 böl A üstə gəlinsin 2 böl B, 5-i 2-yə vurub 10 yazaram. Mənfi 5-in üzərinə 10 gələrəm. Cavab eləyəcək müsbət 5. Sonra nə deyəcəkdim? 48 nömrəli suala baxaq. ABC düzbucaqlı üçbucağında AC perpendikulyardır CB-yə verilib. AB-ni 20 verib sənə. AC-ni 12 verib. Mən yazaram 20-nin kvadratından 12-nin kvadratını çıxaram. Pifaqor qaydası ilə. Bu da eləyəcək bu hissəmiz 16. Və sənə də deyir bu tənböləndir. Çox sadə məsələlər salıblar. Bura x qoymayaq. CD parçasının uzunluğundan danışır. Tənbölən xassəsinə görə bura 12x yazaram. Bura 20x yazaram. 12-nin üstünə 20 gəlsəm 32x-im 16-dır. Hər tərəfi də 8-ə bölərəm. 16-nı 32-yə böldü. Dinən 8-ə niyə bölürsən? 2-də 1. CD-nin uzunluğunu soruşur. Yəni 12-nin 2-də 1 hissəsini cavab 6 eləyəcək. Bu nədir? Bostanın 5-dəki hissəsi pomidor, 4-də 1 hissəsinə xiyar, qalan 140 kvadrat metr hissəsi isə badımcan ştildi. Bostanın ümumi sahəsini tapmaq lazımdır. Uşaqlar, 5-ə və 4-ə bölünən ədəd hansı ədəddir? 5-ə və 4-ə bölünən ədəd 20-dir. Birincini 20-yə gətirmək üçün, bax, pomidor yazımda belə. 20-yə gətirmək üçün 4-ə vuraram. Bu eləyəcək 20-də 8. Müəllimə, xiyar olan hissə, bunu 20-yə gətirmək üçün 5-ə vursam, 20-də 5 hissə eləyəcək. Qalan badımcandırsa, mən qalanı tapmaq üçün bu 20-də 20-dən, uşaqlar, çıxaram 20-də 8-dən 20-də 5-i. Bu da 20-də 13 eləyər. Yəni 20-də 13 x-ım 140-dırsa, 20-də 13 yox, 17. 20-də 13 hissəm 140-dırsa, 140-ı 7-yə bölərəm. 20-ni də 20-yə vursam, cavab eləyəcək 400. Sonra gəlirəm 50 nömrəli suala. Deyir ki, 28 nəfərlik qrupda olan şagirdlərdən 10-u ingilis dili, 14-ü rus dilini, 8 şagird isə heç bir dili bilmir. Onda mənim ümumi şagirdlərimin sayı 10, 14 və 8. 24, 8, 32 nəfər. Elə deyil, 32 nəfər şagird olmalıdır. Amma sənə deyir ki, qrupda 28 nəfər var. Deməli, elə şagirdlər var ki, həm rus dilinə gedir, həm də ingilis dilinə. Ona görə 32-dən də bu 28-i çıxaram. 4 nəfər şagirdim var ki, hər ikisinə hazırlaşır. Gələk növbəti suala. 51 nömrəli sualda bizə nə deyilir? Deyilir ki, ABC üçbucağında AB-ni sənə BC-yə bərabər vermişəm. Bunu da 17 vermişəm. DC-ni sənə 21 vermişsən. Lap yaxşı. AD-ni də 9 verib. BD-nin uzunluğunu tapmaq lazımdır. BD-nin uzunluğunu təbii ki, burada necə taparam? Hündürlük çəkməklə taparam. Mən buradan bir dənə hündürlük çəkirəm. Logo mane olsa da. Buradan bir dənə hündürlük çəkirəm. Təpədən çəkilən, bərabər yanlı üçbucaqda təpədən çəkilən median tənbölən hündürlük üst-üstə düşür. 9-un üstünə 21 gəlsəm 30 eləyər. 30-un yarısı bura 15 eləməlidir. 15-dən də bu 9-u çıxanda 6 eləyəcək. Düz tapdım. 15-dən 9-u çıxsam 6 eləyəcək. Və yaxud bu hissəsi də 15 eləyəcək. Mən Pifaqordan yazaram ki, uşaqlar, 17-nin kvadratından, bax bu 17-nin kvadratından, 15-in kvadratını çıxıb bu BH-ı taparam. Məndən nə soruşurdu ümumiyyətlə məsələdə? Məndən BD-ni soruşurdu məsələdə. BD-ni necə taparam? Gəl H-ı tapım, yaxşı. BH-ı tapım. BH bərabərdir 17-nin kvadratı, çıx 15-in kvadratı. Bu da eləyəcək uşaqlar 8. Tapdım bura 8. Bu BD-ni soruşursa, yenə Pifaqor qaydası ilə yazaram. 6-nın kvadratı üstə gəlinsin. 8-in kvadratı müəllimə cavab eləyəcək 10 cm. Bu məsələ də çox sadə məsələ idi. ABC düzbucaqlı üçbucağında AC perpendikulyardır CB-yə. Sinus B-ni sənə 5-də 4 verib. Sinus alfa, bax burada verilib. Sinus alfa nəyin nisbəti idi? Qarşıdakı katetin hipotenuza nisbəti idi. Deməli, 4x-dan 5x yerləşdirdim uşaqlar. Bura 5x, bura 4x-dırsa, bura 3x yazaram. Demək istədiyim 15-im 5x-a bərabərdirsə, x-im 3-dür. 4-ü 3-ə vurub bura 12 yazaram, 3-ü 3-ə vurub bura 9 yazaram. Verilən üçbucağın perimetrindən danışır. 12, 9 və 15-in cəmindən danışır. O da neçə edir? 21, 15, 36 cm eləyəcək. Gələk sonuncu suallara nəhayət ki. Deyir, məhlulda olan duzun miqdarını 10% artırıb, suyun miqdarını 30% azaltdıqdan sonra məhlulun ümumi miqdarı dəyişməyib, əvvəlcə məhlulun duzluluq faizi nə qədər idi? Bax, bu məsələnin ümumi toplu məsələsi kimidir də, demək olar. Məhuldakı duza bir dənə x deyək, suya bir dənə y deyək. Bax, yanında da yazıram duz, bu da olsun su. Əvvəlki məhlulum mənim x-la y idi. Bax, yeni məhlulum uşaqlar olacaq. 10% artıbsa 100 idi, 110% olub bu. 110%-dən də ədədə keçəndə mən 1,1 x yazaram. Sonra deyir ki, mən suyu 30% azaltmışam. Müəllimə, mənim suyum 100% idi. 30% azaltdım, mən bunu 70% elədim. Oy, bu niyə belə elədi?
30% isə mən bunu 70% yazdım. Duz. Suya da y idi. Bura nə oldu? Tezdən yazım. Niyə belə elədi bu? Deməli bu duzun, bu da su. Duza x qoymuşam. Buna y birbaşa yazdım. 10% artıbsa 1,1x olub. 30% azalıbsa 100% idi. 30% azalma olubsa 70%dir. O da 0,7y olub təbii ki. Deyir əvvəlki məhlulun miqdarı ilə yeni məhlulun miqdarı eynidir. Dəyişməyib. Mənim əvvəlki məhlulum uşaqlar x üstəgəl y-dir. Yeni məhlulun məhlul nədir? Duzla suyun qarışığıdır da. Yeni məhlulun 1,1x üstəgəl 0,7y-dir. 1,1x-dan 1x-i çıxsam 0,1x eləyər. 1y-dan 0,7y-da çıxsam 0,3y eləyər. X bərabərdir, 3y qalır və yaxud belə də yaza bilərəm. X-miz 3k-dır, y-miz isə bir dənə k-dır. Şagirdlərimə hər zaman dediyim bir dənə söz var ki, bunu alandan sonra səndən nəyi istəyir soruşsun, məsələ asandır. Səndən əvvəlcə məhlulun duzluluq faizini soruşur. Bax, duzluluq faizi deyəndə buradan yazıram. Duz böl məhlul vur 100-dür. Duzumuz bizim x-dir. X-miz neçə k-dır? 3k. Məhlulumuz 3k-nın cəmidir, yəni 4k. 3k-nı böl 4k-ya vur 100-ə. O da eləyəcək 75%li məhlul. Yəni burada cavab 75-dir. Gəlin növbəti suala. 54 nömrəli sual. AF-i sənə vermişəm deyir SY-yə paralel. AF-i SY-yə paralel vermirsən, lap yaxşı. BC də DF-ə paraleldir. Bu da buna paraleldir. Oxşamır, amma olsun. BC, yəni deyirəm, oxşamır. O bursiymiş uşaqlar. Oxşayırmış. Bax, bu buna paralel verilib. BAF-i sənə 110 dərəcə vermişəm deyir. Bura 110 dərəcədir. AFD-miz 30-dur. AFD-miz bura 30 dərəcədir. ABC bucağını soruşur. ABC bucağını soruşur. Mən nə edə bilərəm? Nə edə bilərəm? Bax, nəyi paralel veribsəm, uzadırıq. Uzatdım. Nəyi paralel veribsə. Bura 30 dərəcədirsə, daxili çarpazlar bərabərdir, burada 30-dur. Qarşılıqlı bucaqlar bərabərdir, burada 30-dur. Burada 30 eləyəcək uşaqlar. Bunları da paralel verdiyinə görə bunları da uzadıram. Fikir ver. Bura 110 dərəcədirsə, burada 110 eləyər. Burada 110 eləyər. Bura qarşılıqlı bucaqlar bərabərdir, burada 30 eləyər. Deməli, bu B bucağını tapmaq üçün 110-un üstünə 30 gələrəm, bucaq B bərabərdir. 180-dən çıxaram. Çıxılsın 110, üstə gəlinsin 30. Yəni 180-dən də 140-ı çıxsam, cavabım eləyəcək 40 dərəcə. 55 nömrəli sual qarşılıqlı sadə ədədlərdirsə, əbobları 1-ə bərabər olacaq. Onda 3x minus 11-miz 1-dirsə, müəllimə 3x 12-dir, x-im 4 eləyəcək. Əkobları isə qarşılıqlı sadə ədədlərin hasilinə bərabərdir. Onda mən yazaram ki, əkob AB-ni 2x üstə gəlinsin 4 veribsəm, x-i da sənə verib ki, 2 dəfə 4, 8, 8-in üstünə 4, 12. Yəni, AB hasilimiz də 12-dir. AB hasilimiz 12-dir. Sonra nə yazım? Sənə deyir ki, A plus B cəmini tapmaq lazımdır. Hasili 12 eləyən ədədlər lazımdır mənə. 3 ilə 4-dür, 6 və 2-dir. 1 ilə 12-nin özüdür. İndi 1 ilə 12... 6 ilə 2 deyil. Niyə görə? Çünki 6 ilə 2 qarşılıqlı sadə ədədlər deyil. Ona görə bu getdi. 1 ilə 12-ni də x-in yerinə qoysam, burada düz gəlməyəcək. Ona görə bir də çıxır ki, mənim ədədlərim 3 və 4-dür. 3 və 4 qoyanda əbobları da 1 eləyir. Əkobları da 12 eləyəcək. Cavab 3 üstə gəlinsin 4 bərabərdir 7. Sadə sınağı idi OTK-nın sınağı. Çətin sınaq deyildi. Növbəti sınaqlarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.